Cəmaət böyük bir maliyyə hərcləyir, xüsusi bir səfərlərə yola çıxır, xüsusi bir treninqlərə yola çıxır, öz təbii halına qayıtsın, o komfort zonasından çıxsın. Rəcəb ayı, Şaban ayı, ümumiyyətlə gündəlik namazlar hər biri eyni, fitri, sünnətullahların tam işləyən bir əhvala qaytarır. Hamının şansı var bu mövzuda. Hamının potensialı var. Bir dənə namazda hər kəs imkanı var qaydaya düşə və meyrac baş verə, yüksəliş baş verə, oyanış baş verə. Axırda dediyi o salamlar ki, salih bəndələrə salam deyəndə özü o salih bəndələrdən ola. Bu təkamülü keçmə imkanı var. Ki qəzəbə uğramışlardan yox, azmışlardan yox, nemət əta olmuşlardan ola. Bunu səmimi istəyə, namazın axırında onlardan ola ki, onlara salam verəndə özü də orada ola.